Günaydın. Günümüzü çok maraqlı keçirdəcəyik. Vyetnam səyahətimizin son səfərini sizinlə paylaşıram. Bu dəfə isə tam fərqli bir yerə getdik. Bir neçə saat ərzində müxtəlif hovuzlardan istifadə etdik. Burada çaxır hovuzu, kofe hovuzu, isti bulaq, soyuq bulaq, müxtəlif bitkilərdən hazırlanmış hovuzlar var idi və hər birindən istifadə etdik. Əsas da xoşuma gələn palçıq hovuzu idi. Palçıq hovuzu necə idi? Bizə palçığı paket içərisində verdilər. Bədənimizə çəkib qurutduqdan sonra hovuza daxil olub onu bədənimizdən yuduq. Mən bunu evə gəldikdən sonra araşdırdım və bildim ki, psixoloji insanı rahatlaşdıran ən gözəl üsullardan biridir. Çox gözəl, müalicəvi bir vasitədir. Daha sonra bu kurort mərkəzinin həyətyanı sahəsini gəzdik. Gəzinti oldu. Bundan əlavə olaraq da krokodil fermasına getdik. Gəlin birlikdə bu görüntüləri izləyək.